verilişimizdə xoş gördük. Bu dəfə Haqqın Səsi verilişinin əməkdaşları Uğurlu Sənanın müraciəti ilə İmişli rayonuna üz tutdu. Değerli izleyicilerimiz, bugün bizim qonağımız İmişli rayonunun sakini Sənan bəydir. Sənan bəyin müraciəti üzərinə biz İmişli rayonuna gəlmişik və Sənan bəyin müraciətini, Sənan bəyin şikayətini siz izləyicilərimizə çatdıracaq. Gəlin Sənan bəylə tanış olaq. Özünüzü təqdim edin Sənan bəy. Uğurlu Sənan Ağamırzaoğlu. Sənan bəy, sizin Uğur Media verilişinin kanalına müraciət etmək məqsədiniz nədən ibarət olub? Yəni bu kanala təşəkkür edirəm ki, mən şikayətim əsasında gəliblər. Mən şikayət edən kimi maraqlanıblar. Mənim şikayətim İmişli rayon Kolxoz bazarının öz qohumum Quliyev Əziz tərəfindən şərikli alındıqdan sonra özünkiləşdirməsi tam şəriklikdən imtina edib öz əmlak kimi istifadə eləməsi və bizi şəriklikdən kənarlaşdırmasına görədir. Şərik sizlə almışdı bazarı və haçan alıbdır? Bazar hansı tarixdə alınıbdır? Nə zamandan Əziz sizlə şəriklik bağlayıbdır və saçanı şərikliyi pozubdur? 99-cu ildə şərikliyi qəbul edib bizlə bazar almağa girib 1999-cu ildən 2000-in ortasına işləmişik bir yerdə. Şərik olsaq da, şərik adına olsaq da heç bir şəriklik yəni gəliri bölünmədiyinə görə oradan yavaş-yavaş uzaqlaşdırılmışıq və başqa hədələrlə tam kənarlaşdırılmışıq başqa adamların hədəsi ilə. Belə bir ifadə işlətdiniz ki, hədələr. Burada sualınızda bir sual yarandı. Hədə kim tərəfindən? Bunları xahiş edir, açıqlamasını verəsiniz. Şəriklik mənim qardaşım Mirzağa Uğurluyev tərəfindən, Əzizdən bir yerdə onlar tərəfindən olub. Şəriklik bunlar ikisi arasında olub. Söhbətləri bir olub. Yəni Mirzağa Uğurluyev mənim qardaşım Quliyev Əzizdən bir yerdə şərik söhbətləri olub ki, şərik istəyəcək. Amma bir də nəsil üçün bazarı alıb bir yerdə işləyib nəsli dolandırmaq kimi qarşılarına məqsəd qoyub mənim qardaşım ki, nəsli dolandırılmalıyıq. Və burada İmişli bazarının işlədib nəsli dolandırmalıyıq. Hədə qorxuda sonradan Quliyev Əziz tərəfindən qardaşıma məhdudiyyət qoyulub və bura gəlməsinə mane olunub ki, gəlib hətta bir dəfə gəlib də polislə hədələnib Azərbaycandan çıxıb gedib. Polis gəlib qapıya ki, sizi polis rəisi çağırır, siz gəlib görməlisiniz polis rəisin. Ona görə də çıxıb gedib. O gedəndə ondan sonra da öyrənib ki, məhdudiyyət qoyulub, ondan sonra da gəlməyib Azərbaycana. Sənə çıxarılıbmı ki, qardaşınız haqqında Azərbaycana gəlsə həbs olunacaq? Siz dediniz məhdudiyyət qoyulub. Məhdudiyyət ondan ibarət ki, gəlsə həbs olunmalıdır. Var belə bir şey? Rəsmi məktub yollanmayıb, amma rəsmi qardaşım öyrənib ki, bu məhdudiyyət qoyulub. Ona görə də Azərbaycan daxil olmayıb. Və rəis də Qolavroskun Cinayət Axtarış şöbəsini yollayıb 2003-cü ildə harca gələndə, 2003-cü ildə bu şəriklikdən biraz sonra da gələndə polis rəisi Cinayət Axtarış şöbəsinin rəisini yollayıb qapıya ki, rəis sizi çağırır. Təqribən. Bu da getmədi, bildi ki, nəsə şərrənmə ola bilər. Prokurora zəng elədi. Məni prokuror getdim, qəbul elədi. Rayon prokuroru. Zəng elədi rəisə. Rəis dedi, ehtiyac yoxdur, eyb yoxdur, gəlməsin. Ondan sonra da qardaşım çıxdı, getdi. Bu belə çıxdı ki, bu qovlamaq üçün bir hədədir ki, gəlməsiz rəisin yanında nəsə tədbir görülməsin deyini bu Respublikanı tərk elədi. Prokurorun köməkliyi ilə. Rayon prokurorunun köməkliyi ilə o vaxt. Əzizin məgər əlləri bu qədər uzun idi. Əziz Azərbaycan dövlətinin qanunlarına deyil, şəxsi qanunlarla, Azərbaycanda şəxsi qanunlarla fəaliyyət göstərən qeyri-qara qüvvələrlə işləyirdi. Dediyinizdən belə çıxır. Bununla bağlı qardaşınızın hansısa bir hüquq mühafizə orqanlarına müraciəti olubmu?
olmayıb, hüquq mühafizə orqanları olmayıb, çünki ən yuxarı səviyyədə bunun adamları olduğuna görə, hətta bir dəfə gedəndən sonra burada bir neçə il sonra zəng eləyib əzizə ki, bu nə haqq hesabdır, bunu niyə eləyirsən? Bu deyib ki, mən prezidentə də yazmış olsam, müraciət eləmiş olsam, bu hadisəni araşdıracağam, haqqını tapacağam yerin. Əziz isə cavabında deyib ki, qardaşıma, bu ölkədə ölkəni prezidenti yox, qayalar idarə edir. Hətta bəli, ona görə də qardaşım heç kimə müraciət etməyə lüzum görməyib. O qayalar da bu günləri olmadığına görə cənab prezident bütün qayaları yıxdığına görə indi müraciət etmək indi vaxtıdır. Mənə elə gəlir ki, ona görə indi müraciət edirik bu neçə illər keçdikdən sonra. Dövləti qayalar idarə edir. Demək, bildiyim qədərilə kolxoz bazarı Əzizə məxsusdur və o MMC-dir ora. Deyilmi? Hüquqi şəxsdir. Demək, əgər qayalardırsa, belə çıxır ki, onda Əziz kolxoz bazarını dövlətin, prezidentin imzaladığı dövlətin ali qanunları ilə deyil, şəxsi münasibətləri ilə tənzimlədiyi qanunlarla işlədir. Bəs bununla bağlı hansısa İmişli rayonunun dövlət orqanları Əzizin bu hərəkətinə, bu bazarda özbaşınalığına işlətdiyinə, bizim çünki əlimizdə faktlar var, özbaşınalıq dediyimizdə ona görə ki, bazarda gördüyümüz qeyri-qanuni, qanunsuz hərəkətlərlə rastlaşmışıq. Onunla bağlı nəsə bir addım atırlar, nəsə Əzizə bir o qara qaş gözünə bir toxunurlar onun. Yox, hələ ki elə bir şey görmürük. Yəni ona görə ki, o qayaların kölgəsində çox yatıb, hələ ki yatmağa elə bir davam edir, yəqin ki. Görək, indən belə biz də bunu işlandırmaqda məqsədimiz odur ki, devlət bunun hərəkətlərindən xəbərdar olsun. Yəqin ki, var, müəyyən qüvvələr var. Onları da yəqin ki, nə yoldansa yayındırır fikrin. Biz bunu media çıxartmamız məqsədi odur ki, bu tam müəyyən adamlar bundan xəbər olsun, prezidentimizin xəbəri olsun bu barədə. Qaydaq, bizim söhbətimizin başlanğıcından siz dediniz ki, biz bunu şərik almışıq, qardaşımız şərik alıb. Siz şərik aldığını təsdiq edən sənədlər, sübutlar, yaxud şahidlər vardırmı? Siz, yəni, bəlkə elə siz deyirsiniz, amma Əziz etiraf edir ki, bu mən öz pulumla almışam. Bunu təsdiq edəcək əlinizdə bir faktlarınız vardırmı? Yox, biz onu o vaxt alanda heç bir sənədləşdirməmişik, bir qohum kimi şərik, maliyyə yardımı, vəsaiti, köməkliyi ona görə eləmişik ki, burada qohumluğa görə heç bir şəriklik sənəti ehtiyac yoxdur. Bir adamlardan olsun, kifayətdir. Yəni şəriklik sənəti olmayıb, təəssüf ki. Amma bunu bütün rayon cəmaata, bütün o vaxt ki, 99-2000-ci ildə o hadisə olanda ki, biz o bazarı almışıq, orada işləyən hamısı məlum oldu ki, biz onu şərikli almışıq, işlədirik. Sonrası bizim orada aralaşmamız müəmmal oldu. Heç kim də bilmədi ki, niyə görə aralaşdıq. Qohum arasında söz-söhbətdə heç o qədər də işıqlandırmadıq ki, cəmaata ayıbdır. Bu vəziyyətə çatdı ki, bu adamları bu işə bu cür cəlb eləməyin işıqlandırmadıq heç bir şeyə. Ona görə ki, adamlara görə. Amma bunu bir neçə adamdan soruşsuzda təsdiqləyər ki, bu bazar şərikli alınıb. Xalq bilir, bütün İmişli rayon xalqı bilir ki, bu şərikli alınıb o devirdə. Bunun bir neçə şahid də tapa bilərsiniz ki, yoxlaya bilərsiniz ki, soruşa bilərsiniz ki, bu belədir, həqiqətən. Siz dediniz şahidlər var. Siz o şahidlərin adını çəkə bilərsiniz? Şahidlərdən biri mənim də, onun da qohumu Murad şahidlik eləyə bilər, Tofiq eləyə bilər. Dəyərli izləyicilərimiz, biz Sənan bəylə apardığımız söhbətdə Sənan bəy söylədi ki, bu məsələdə onun şahidlər vardır. Bu hadisəni görənlər, bilənlər və ikisinin də ortaq qohumu olan Murad bəyin adını çəkdi. Biz bugün Murad bəydən bu hadisəni bir də Murad bəyin şahidliyi ilə onun dilindən eşitmək istəyərdik. Buyurun Murad bəy. Özünüzü təqdim edin.
Uğurluyum Murat Tarverdoğlu. Mən bu söhbətdə bəli, eşitmişəm də, görmüşəm də, hətta ki, bunlar əziyyət çəkiblər. İkisi də qohumumdur, canımdır, ciyərimdir, amma mən düzü deyəcəm, mənim üçün fərq eləməz. Kişilərin haqqı batıb. Bəli, batıb. Adı çəkilmir. Lazım gələndə nədənsə də istifadə edir, amma xəbər yoxdur ki, ən böyük vasitə Allahdır. Yaxşı olar inşallah. Əziz haqqında deyilənləri Sənan bəy və şahidlərin dilindən dinlədikdən sonra çəkiliş qrupumuz üst tutdu həmin sözü gedən İmişli rayonunda yerləşən məşhur kolxoz bazarına. İlk qarşılaşdığımız mənzərə heç də ürəkacan olmadı. Vicdanı olan ki, dala çəkilməsin. Yuxarı qurumlara çatdırılsın, xahiş eləyirəm artıq. Bilməlisən. Biz adam tapırıq, şikayətimizi eləyək, dərdimizi deyək. Şəxsən məni çəkin. Bak. Telazına giriştiriyor kamera buradan. Giriştir. Sən demə 23 il öncə əyri yollarla bazarı ələ keçirmiş Əziz bəy, demək olar ki, bu günə qədər bazarı yalnız öz qanun və qaydası ilə idarə edilmiş. Eline bir haksızlık olmadı. Allah hakkı. Elinde benim. alırlar, Rüsum. Ha? Rüsum alırlar. Aha 10 martına yırtılıb. O işi vətən uğrunda canın qoyur. Canın qoyur. Birinci Qarabağ 50-də. Bu Əziz bəy hətta sağlamlığını vətən uğrunda itirmiş qazi və əllərə də qarşı hörmətsizlik etmiş. Hallar Nazirliyi binanı tikirlər, suyu, qazı, işığı... Bir neçə gün öncə tikinti gedən zaman bir fəhlənin yıxılaraq dünyasının dəyişməsinə baxmayaraq, gördüyünüz kimi yenə heç bir təhlükəsə riayət olunmadan bazarda həm tikinti, həm də alış-veriş gedir. Müəllim bilirsin, müəllim bilirsin. Onun özü də bir cinayətdir. Yok bir vəzifə. Daha ne? Bir vəzifədə iki adama bir vəzifə düşür. Bir adama iki Müəllim işləyir, gəlib burada yer pul buğaltır işləyir. Müəllim direktor işləyir, müəllim işləyir, o müəllim işləyir. Məktəbdə müəllim işləyir. Müəllim işləyir, direktor işləyir, nə işləyir? Dəqiq bilmir, hansı məktəbdə burada. üç nömrə. Mal bazarda bularını. İkinci gündə mal bazarda nelər danışacaqlar. Müəllim edir. Bilməm, o heç bilmir. Hansı məktəbdə işləyir? 3 nömrədə bilmir, hansı məktəbdə işləyir. Siz işlədiyi məktəbi deyə bilərsiniz. İkinci günü mal bazarda, o da bularında. Niyə belədir? Yəni, konkret millətin haqqı tapdalanır. Paltar satanlar var, milyon cəmaat olan qopanı paltarda var, yandı cəmaatın malın, bazarı yandırdılar, nə bilim yandı, bilmirəm. Dedilər ki, sizə güzəşt olunacaq, yer pulu almayacaq sizdən 2 il. Tikdilər, cəmaat içəri keçən kimi yenə 400 manatdan, 500 manatdan pul yığırlar. Cəmaatı fikirləşən yoxdur ki, bunun varıdır, yoxudur, bunun evində çörəyi var, yoxdur, deyir, gətir qoy bura. Bilmirəm, ayda 500 manatı, 400 manatı gətir qoy bura. 100 minə yaxın produkt mağazamız yandı. Bir marketi vermədilər ki, sizə kömək edək, bir marketə kömək edək, pul verir sizə. Skortdan pul alır, amma bizə bir market vermədilər. Rüşvət verirlər, kim gəlir, fövqəladə gəlir, fövqəladəyə pulu verirlər, yola salırlar. Fövqəladəyə zəng olunur, gəlir. Fövqəladə iş gedə-gedə, burada tikinti gedə bilər. Bir nəfər də yıxıldı, adam öldü. Yolla keçən adamı tikinti gedə başına daş dəydi, hamısı bağlanır. Əziz bəy cənab prezidentin özünə dost elan etdiyi jurnalistlərə də qarşı kobudluq etməkdən çəkinmədi. Çəkiliş zamanı hətta Uğur Medianın bir neçə əməkdaşına da ciddi bədən xəsarəti yetirildi. Amma mənim bir küsüm yoxdur. Sənin bir işlər olsun, mənim bir küsüm yoxdur. Qolları zamanı çəkilib, qaqla güz çəkilib. Qeyrək sadənin üzündə. Belə dur. Niye bağırıyorsun? Ha? Bağırıyorsun kapına. Köpək paltarlısın. Köpək paltarlısın. Siz kapını gör. Kendi kaldı tek başına. Koyun bakalım. Koyun. 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 Koyun.
Respublika prokuroruna. Sen yok, yok, o iştirakçıdır. Neye göre, eğer şerefin vicdanı varsa, gene bu orada satır bana. Neye göre çıkarttın beni? Anırsın. Ben 20 pazar. Geyretin olsun mesela 20 pul vermem. 20 ben bu ödetini sayıyorum pul vermem. Şehir bulacaksın sen ben. Ben şalıda var. Ben şalıda geliyorum. Şalıda var. Bu devletinde gel. Sen beni çıkartmağına böyle sefer yol verdin. Böyle sefer yol verdin. Böyle sefer yol verdin sen. Bunu değilsin. Sen sefer yol verdin. Beni çıkartmağına sen yol böyle sefer yol verdin. Əzizdə deyir ki, kime Yaşar, bunlar qaqa, bilirsən nə? Bunlar niyə xoş deyil? Bunlar mən sənə demişdim niyə xoş deyil. Bunlara görə sadəcə yeni tapşırılır. Ben seni tanıyorum. Buna sual verir. Haksızlık istiyorum. Emri ödeli. Haksızlık ödeli. Ben seni tanıyorum. Buna sual verir. O zaman Qarabağ müharibəsi veteranıyam. 4 günlük eləmişəm. Azərbaycanın milli qəhrəmanı Əliyev adına Bakıyev döyüşmüşəm və Əliyevlə döyüş yoldaşı olmuşam. Bir cəbhədə döyüşmüşəm. Demişsiniz Ha, vermirlər. Geçmişi verildi otur bu. Ben öyle hamımın yerimiz var. Her kimin yeri yok. Müellimse git müellim böyle. Düzdür, yerləşə bilmirlər qısa tərəfə. Özləri istəyirlər maşınla düşərlər. Maşınsız, mən onların hər birinə yer verirəm, yerləşdirirəm, bolda verirəm, satsınlar. Bunların şikayəti budur ki, biz maşınla gəlir. 4 biraz sənətlə, səhər-səhər var. Sənət biz soruşduq, onlar deyir ki, heç bir sənət yox. Var bu xalqdan soruşum, səhər-səhər dedik, hər biri sənət. Göstərə bilərsiniz o sənətləri. Qasım, teyzən nə vermirsən? Çəklə vermir. O çekləri göstərə bilərsiniz. Hamı göstərir, çəklə hər bir şey çəklə həll olur. Başqa bir şey ola bilməz. Çünki bunların şikayəti var. Narahatçılıqları var. Ona görə də... Yox, yox. Çek vermiyor. Çek Siz yok. ödediğiniz pulun mukabilinde hiçbir kəbis almırsınız. Yox. Böyle çıkıyor ki vergiden yayın Ödemişlik ödüyorlar. Ne kadar pul ödüyorsunuz? Biz okçu götürürük, gündelik götürürük. Bir de çekçimde gelmişken dedim kimin çeki lazım verim. Yok kime lazım da Gündelik, değil. biz Kanuni gündelik, şekilde siz kanuni vermelisiniz. şekilde Hiç gündelik yani kime götürürük. çek lazımdı.